Herkese salam, kanalıma hoş gelmişsiniz. Sevilen müğənni Gülay Zeynallı Heydər Əliyev Sarayında ilk solo konserti ilə çıxış edib. Konsertdən sosial şəbəkədə möhtəşəm görüntülər paylaşılıb. Canlı ifalarıyla sevənlərinin könlünü xoş edən Gülay Zeynallının konsertindən yepyeni görüntüləri sizlərə təqdim edirik. İzləyən hər kəs keşkə mən də o konsertdə olsaydım deyir, həmin görüntüləri sizlərə təqdim edirəm. Gidişten gittim ben ele bir hayalım geceler beni bir an tek koysa yaşasam da bittim ben. O kadar sevilen beni birden terk etsen suyulamaz evladım ele. O kadar seni sevilen beni bir an tek koysa Teşekkür ederim. Çok sağ olun, minnettarım. Bir gecedir. Tabii ki siz tamaşaçıların sayesinde sevildim, hürmet kazandım. Musiqilərim evinizin, ailenizin, hoş günlerinizin bir parçası oldu. Beni sevdiğiniz için sizin her birinize ayrı-ayrılıqda teşekkürümü bildirirəm. Ve tabii ki bu gece bu sarayda, bu möhtəşəm səhnədə durmağım için çok uzun bir yol geldim. Ne yaxşı ki o yolun əvvəlində mən çox değerli sənətkarlar gördüm, xanəndələr gördüm. Benim ustadlarım burada əyləşib. Nazim müəllim Kəzimov, hoş gəlmişsiniz. Zabit müəllim Nəbzadə, hoş gəlmişsiniz. Bir Nazim müəllim Əsədollayev, çox xoş gəlmişsiniz. Ne yaxşı ki zamanında musiqi tərbiyəmi, sənətimi sizlərdən öyrəndim. Hər birinizə minnətdarlığımı bildirirəm ve hamınızı ürəkdən salamlayıram. Hoş gəlmişsiniz. Son değil ayrılarken yaş gelirse yanağımdan bir ümit var demek bilden başlamama istersen mi, istersen mi, istersen mi bizi nur olmadan
mən xalq ulduzu yarışmasında olanda mənə xeyir-dua verən ilk sənətkarlarımızdan da biri Zeynəb xanım olmuşdu. Çox sevinirəm, çox xoşbəxtəm o anlar yadıma gəldikcə. Düşünürəm ki, nə yaxşı ki, mən sənətkarlarımızın mənə vallahi qalxdım, yuxarıları gəzdim. Bir anda o qədər xoşbəxt oldum ki, bir qadını nə qədər sevilir. Çox xoşbəxt oldum. Bütün kanallarımızı ekranda olmasın. Allah bizləri xoşbəxt etsin. Çünki Azərbaycan xanımları dünyanın ən gözəl neymətinin xoşbəxtliyinə layiq olan xanımlardır. Çünki biz peyğəmbər xanımları. Minnətdarım hamınıza, mənim ustazlarıma. Biraz çətin oldu sizin qarşınıza yapma etməyi. Təşəkkür ederim, çox sağ olun. Nənə, Allah sənə biraz daha ömür versin. 2 ildən sonra Orsi konsertdə görüşək. İnşallah, hoş gəlmişsiniz, minnətdarım. Və növbəti musiqimiz Gözü də köməklik edir. Qeybət qırılır, qeybət. Bitirdin. Qırla. Sevirəm, hamınızı sevirəm. Sizdə bu mahnını da çox illər öncə ifa etmişdim və bugünə qədər də insanlar sevir, qulaq asır, dinləyir və bugün də istədim ki, konsertinizdə ifa edim, rüyamdasın. Güzel, güzel, güzel. Uğurlar sana. Sağ olun. Tüm medya bizi gözlüyor. Xahiş edirəm, buyurun. Gidelim. Hoppalara gidelim. Evim gül bahçesi olup. Bəh. Maşallah.